Və insanların həyatında olan insanlar ki var, misal üçün bizim həyatımızda olan insanlar var, dostlarımız var, anamız, atamız, qardaşımız, bacımız, övladımız, həyat yoldaşımız, hər kim ki var bizim həyatımızda, onların hərəsinin öz yeri var. Siz onun üçün ana yerini doldura bilməzsiniz, ata yerini doldura bilməzsiniz. Yəni bu nöqtələrə diqqət etməlisiniz. Ona görə də ailə quranda qarşı tərəfin ailəsinin nəzərinə də fikir verməlisiniz və eyni zamanda ailə quranda qarşı tərəfin belə deyək, yaşadığı həyata, yaşadığı mühitə də diqqət etməlisiniz. Çünki bunlar sonrakı həyatınızda sizin ailənizə, ailə həyatınıza, ər-arvad münasibətinizdə güclü təsirlər qoya bilər. Və çox önəmli mövzulardan da bəzən ailə quranda deyirlər, əşi ehtiyac yoxdur, anası mənə lazım deyil, atası mənə lazım deyil. Xeyr, bu cahilanə düşüncədir və dediyim kimi ailə qurduğunuz zaman ola bilər sizə deyək ki, yaxşı gəlsin bu fikir, amma sonradan bu fikri özünüz belə təsdiq etməyəcəksiniz. Belə dəyərli izləyicilərimiz, ailə həqiqətən də çox önəmli bir addımdır. Ailə qurmaq önəmli bir addımdır. Çalışaq Allahın istədiyi kimi, Allahın bəyəndiyi kimi bu addıma doğru irəliləyək və elə Allaha xatir addım ataq ki, ailəmiz də belə deyək bizi saadətə aparsın.